ailə başçısının ən böyük vəzifəsi budur ki, ailə üzvləri üçün lazımi şəraiti gərək yaratsın. O şərait məsələn indiki zamanədə gəl misal vursaq ki, bu şəraiti pozurlar ailələr, şərait dağıdırlar. Baxırsan ki, ailə fərdlərinə kiçik yaşındaykən görürsən elə bir dənə telefon, bir dənə nə bilim kompüter, bir dənə notebook verib əlinə azad şəkildə. Elə məcazi aləmdə, virtual aləmdə hara istədi gedir, hara istədi baxır. Bu Allah qarşısında öz vəzifəsini düzgün yerinə yetirmir. Yəni onun üçün Allahı yad etmək şəraitini qurmaq əvəzinə Allahdan qəflətə düşmək şəraitini öz ailə üzvləri üçün yaradır. Yəni bugünkü gündə ən belə mühüm mövzulardan biri də budur. Təəssüf olsun ki. Yəni ailə başçısının mən deyərdim, yəni İslamda biraz bunun barəsində yəni təhqiq elədim. Ən böyük vəzifəsi budur ki, ailə fərdləri rahatçılıqla Allaha doğru mənəvi səfər edə bilsinlər. Diqqət edin, biraz yaşı yuxarı olan insanlar özü seçim edir, özü ixtiyarla. Amma ailə başçısı gərək uşaq ikən evdə elə bir şəraiti qursun ki, bunun qulağı bir azan səsi eşitsin, gözü namaz görsün, ibadət görsün. O uşaq tərbiyəsindən məşğul olan mütəxəssislər buyurlar ki, deyirlər uşaq eşitmir, uşaq görür. Yəni uşağa sən hər nə qədər sözü desən, uşaq ondan öz bildiyinlə gedir. Amma sən onu görsətməklə bir dəfə, iki dəfə, uşaq ki, evdə daim məsələn bu şeyləri görür, televiziyada gözünü açıb, o hələ tam ixtiyar sahibi deyil. Ona nə versələr, nə yeməyi qoysalar, Quran buyurur, insan gərək öz təamına nəzər salsın. O təkcə maddi təam deyil ki, mühüm hədislərdə gəlib ki, məsələn, elmdir. Baxsın, görsün, elmi kimlər öyrənir? Təsiri var insanda. Buna ailə başçısı o şəraiti buna qoymalıdır. Mənəvi baxımdan baxmalıdır ki, mən öz övladıma, öz həyat yoldaşıma, yəni mənim o vilayətim altında, mənim nəzərim altında yaşayan insanlara mən nə təqdim edirəm? Evdə hansı şəraitdir? Mütləq bunların barəsində gərək muraqibət eləsin. Lazımdır, bəzi kanalları silmək lazımdır. Sən uşağın gözü düşməsin zaten. Sən bu sözləri eşitməsin. Hər kəsin, mən həmişə möminlərə deyirəm ki, deyirlər mühit belə, mühit belə. Deyirəm, özünüz gərək mühit qurasınız. İnsan öz evində, öz uşağına bu cür mühit qura bilər. İnsanın mühiti onun ətrafıdır. Yaxın atası, anası, bacısı, qardaşı olduğu o mühit, yaşadığı mühit. Ona görə övlad tərbiyəsi uşağın o ilkin çağlarından mütləq valideynin öhdəsindədir ki, buna mənəvi ab-havanı o evdə yarada bilsin.